Birinci başlayırıq nədən? Bayaq dediyimiz kimi bir şeyin maya dəyərini hesablaya bilməyimiz üçün bizim bir şeyimiz olması lazımdır. Yəni ortada bir əsasımız, əsas məhsulumuz, əsas məbləğimiz, əsas bəndimiz olmalıdır. Biz də ona nə dedik? Maya dəyərinin kalkulyasiyanın dayaq nöqtəsi dedik. Bu günlərin maya dəyəri ticarət üzərinə çıxardacağımız üçün bizə birinci invoice lazım. Yəni məhsulun alış qiyməti. Belə Azərbaycanda desək, məhsulun alış qiyməti lazımdır. Bir invoice hazırlamaq üçün nələrə ehtiyacımız olur? Dilimizi dəyişək. Sıra nömrəsinə ehtiyacımız olur. Deyək ki, məhsulların çeşidlənməsi və nömrələnməsi üçün. Məhsulun adı, lazım olur bizə. Başqa nə olmalıdır? Məhsulun ölçü vahidi. Bu arada məhsulun ölçü vahidi kilo, litr və yaxud da ki, qram, milliqram nə ilə hesablarıqsa, nə ilə alırıqsa məhsulu o ölçü vahidindən gedir söhbət. Qutu ilə alacağıqsa qutu formatında gedəcək. Ölçü vahidi, daha sonra miqdarı, qiyməti. Baxın, qiymət sözü ilə məbləğ sözündəki məntiqi ayıraq bir-birindən birinci. Nəyinsə qiyməti dediyimiz zaman həmin məhsulun bir ədədinin, vahidinin qiymətindən gedir söhbət. Məbləğ dediyimiz zamansa invoice-un nə boyda olursa olsun onun cəmi rəqəmindən gedir söhbət. Yəni çeşidin cəmindən gedir söhbət. Neçə çeşidli olursa olsun, fərq etməz. Əsas qiymətsə bir vahidi göstərən bir şeydir. Qiyməti və məbləği olaraq qeyd edək. Məbləği olaraq qeyd etdik. Çeşidimizi nə qədər artıraq? Baxın, mən əzəldən belə vərdiş etmişəm uşaqlar. Sıra nömrəsini düzəltmək üçün 1 qeyd edirəm. 2 yerinə isə 2 yazıb təzədən tutub çəkmirəm. Bərabərdir deyib 1 plus 1 deyirəm. 2-ni verir və mən buradan bir xanadan tutub çəkəndə və yaxud da buranı yazı ilə doldurduqdan sonra həmin xananın kənarında 2 dəfə vuranda öz avtomatik dolmuş olur. Misal üçün bunları silək. Biz geçmişik onu. Onu 2 tane hele bulanda öğrenmiş Excel'de. Sadece olarak siz bu başka türleriniz. Tamam. Bırakmamla. Sahə olaraq nəyi seçək? Xanımın təcrübəsi çox olduğuna görə gəlin əcza məhsulları seçək. Həm də çeşidləri də çoxdur. Misal üçün nə yazaq? Bildiyimizlərdən təxmini qiymətlər bilirsiniz də siz. Alış qiymətləri. Misal üçün yazaq. Yazaq. Antibiyotik yazaq. Noğdu kəsici yazaq. Sonra nə yazaq? Hə? Tamam. Alerji dərmanı yazaq. Ketotifen yazaq. Sonra bu adları fərqli-fərqli yazıram ki, şeydə çox baxın, burada 1-lə 2-ni işarələyib də gələ bilirsiniz. Mən 2-nin kənarında vuranda yazdığım yerə qədər gətirir. Tək bir rəqəm onu plus olduğuna görə və ortadan sətr siləndə təzədən bir də gedib mən üstünü düzəltmirəm. Özü avtomatik düzəlmiş olur. Da sıra nömrəsinə baxmıram. Gəlin biraz da əlavə eləyək. Başqa nə olsun? Olsun. Sil olsun. Ha? O da olsun. Tamam. Ya onu eləməyək də qarışdırmayaq da. Könlü olsun deyə də bunu qeyd elədim. Bir də cədvəl quranda həmişə çalışın səlqəsinə əvvəlcədən diqqət edəsiniz də, nəyi hansı formada girəcəksinizsə.
Amma hələ cədvəl hazırlamıram, heç bir şey seçməmişəm, düz formada gəlir. Ölçü vahidlərində deyək ki, bunların hamısı ədədlə istifadə olunsun. Bilmirəm, burada paçkanlar varsa nəsə. Baxın, şriftlərim fərqli oldu. Eyni şrift istəyirəmsə seçirəm və hazırdır. Gəlirik miqdarına. Gəlin belə deyək. Necə olsun bu? Məsələn, 100 buna deyək. 75 buna deyək. 36 buna deyək. 49 buna deyək. Özüm fərqli miqdarları yazıram. 1300 buna deyək nədirsə. 624 olsun. 215 olsun. Və 14 olsun. Bu oldu miqdarları. Qiymətləri, baxın, təxmini alış qiymətlərini qeyd edirik. Özümüzdən uydururuq da, indi nədirsə. Misal üçün, deyək ki, 2 manat budur. Yuvarlaq rəqəmlər seçəcəm. Deyək ki, 1.70 budur. Məsələn, antibiotik deyək ki, 5 manat budur. Ağrı kəsici 2 manat budur. Deyək ki, yenə də 2 manat da budur. 3 manat 40 qəpik budur. Nemesi neçədir bilmirəm. 3 manat da buna deyək. 45 qəpikdir. Bir adet ben. Bir bakışlar olsa. Tamam. Bu da olsun 1 manat. Qiymətlərini qeyd elədik. Məbləğinə keçək. Miqdarı vurulsun qiymətinə. Çeşidin məbləğini müəyyənləşdirdik. Baxın, görürsünüz burada bunların özlərindən sonra 2 dənə sıfırları yoxdur. Rəqəmlə olan hissəni işarə edirsiniz belə. Ctrl, Shift, 1. Basırsınız, nə qədər uzun da olsa, nə qədər qısa da olsa, hamısını səliqəli şəkildə vergüldən sonraki sıfır formasında edir. Ctrl, Shift, 1. Bu formada etdik. İndi bizə bir invoice-da nə lazımdır? Bizə invoice-da məhsulun mütləq cəmi lazımdır. Ona görə bu aşağını belə geniş xana eləyib cəmi olaraq qeyd edirik. Və cəmi də invoice-da rahat hesablamaq üçün alt bərabərdir verirsiniz, enter deyirsiniz, hesablayır. Cəmi yerinə həmişə çalışın. Cəmi yerini də bu adlandırma yerini də Ctrl B versəniz, özü avtomatik qalın şriftə keçirəcək. Bəli, cəmi oldu bu qədər. İndi başqa nəyimiz qalır bizim? Bəli, ƏDV hissəsi. ƏDV-ni qarşısına da mütləq faiz dərəcəsini qeyd edirsiniz. 18% və bərabərdir deyirik. Invoice-un məbləği, alış qiyməti vurulsun 18%. ƏDV məbləğimizi də müəyyənləşdirdik. Yenə işarə edirik, Ctrl B deyirik, öz avtomatik qaraldır. Və bizə qaldı burada nə? Cəmi məbləği. Fakturanın cəmi məbləği. Yekun məbləği deyə belə də ki. Yekun məbləğ. Bu da bərabərdir. Deyə bilmədim. Invoice-un dəyəri plus bu. Və bunu da işarələdik. Ctrl B. Bunun hamısını qeyd etdikdən sonra həmişə çalışın burada biraz ara verəsiniz, belə boşluq yer görünsün. Yəni, çox sıxılmasın. Və işarələdikdən sonra bütün xanaları verirsiniz. Ətrafı dolmuş olur. İndi bunun üzərinə də başqa şeylərini düzəltmirəm. Burada deyək ki, VÖ-nü yazdır və yaxud da digər şeyləri, şirkətin adı. Onlar buradan soldan yazır, sağdan logosu olur, sağdan yazır, solda logosu olur. Fərqi yoxdur. Üst hissəsində invoice-un ancaq mal satan şirkətin məlumatları olur. Və burada alt hissədən isə və yaxud da üst hissədə isə hesab nömrələrini də yanına yazırlar. Yəni ki, pulu hara köçürəcək. Yəni, alınmış bizim invoice-umuz budur. Biz belə bir invoice almışıq müəssisəyə.
Bunu ola bilər ki, biz Fərqlədi o. Çoğunu. necə fərq edir olar? Nemesilə bax qiymətinə gör 45 qəpik yazmısan. Miqdarını nə qədər yazmısan? 215 ədəddir. 5 müddət çözdüm ona. Çünki 5 qəpikdən burada 2 dənə yer var da, yəni ona görə deyirəm. Yok, 900'dü. 85 müddət sənə xəstə. 90. Hə, 90 deyil, səndə bura şeylə ucbarlaşdırır. 85-də 5 qəpik ucbarlaşdırır. Gördün? Tamam. Bu bizim olsun invoice'umuz. Rename deyirəm. Invoice və yaxud da ki şurada düşün. Hesab faktörü. Sənədimizin biri hazır. İndi əsas məsələ bu əməliyyatların, bu aldığımız şey bizim maya dəyərimizin ana dayaq nöqtəsidir invoice'umuz. Keçirik maya dəyərimiz sözümüzə. Invoice'umuzu kopyalayırıq buradan baxın. Bir sheet'dəki eyni məlumatlar sizə başqa sheet'də lazımdırsa, kontrolü basılı saxlayın. Sheet'i tutun, sürütdüyün sağa. Tam yetmədi, hə. Eyni adla kopyalanacaq. Kopya da olur. Ne var kopyalanır? Yəni bu sadda rahat əlində. Tutursan, çəkirsən, getdi. Adını dəyişirik, rename deyirik. Maya dəyəri. Tamam. Bu hissə bizə lazım deyil. Alt hissədəkilər var. O bizə lazım deyil. Bunu X deyil. Amma qalan digər şeylər bizə lazımdır. Cədvəlimizi hazırlamaq üçün birinci, yuxarıda özünüzə bir boşluq yeri qoyursunuz. Bacardığınız qədər. Başdan başlayırıq. Burada qeyd edirəm mən birinci, yer açıram özümə xərclər deyə. Xərcin adı. Gəlin bu məhsulu almaq üçün xərc adları qeyd edək. Bir məhsulu biz alıb gətirmək üçün bizə nələr lazımdır? Invoice dəyərimiz zaten burada var. Alt bərabərdir desəm, bunları işarələsəm, invoice dəyərim burada var. Xərcimizin adı bizə daşıma xərci olubdur, 100%. Başqa nə olubdur? Ha? Çeşitlenir. İşçilik əmək haqqı xərci olmuş olsun. Çeşidləməsi falan, qablaşdırma olsun. Sonra menecer xərci olsun. Yanacaq da özə burada. Fərq etməz, sadəcə mən istəyirəm ki, sizə aşina olan xərc adları olsun. Sırf tibbi aid olan xərcdə olmağına ehtiyac yox. Öz iş yerinizdə olan xərclər İFİQ olsun. Və yaxud da kommunal yazaq buna. Ve karşıları. Vergi xərcləri olsun, bəli. Və ən əsası hörmət. Niyə yazılmır ki? Yəni illaki bir hörmət var bu işin içərisində bir yerdə. Heç nə də yoxsa da əməyinizə hörmət var. Kontrol B. Tamam, qeyd etdik və xərclərimizin məbləğləri lazımdır bizə. Misal üçün 1500 manat bunu qeyd eləyək. 1500 çox oldu, bu 500 manat yazaq. 500 manat bunu qeyd eləyək. 700 manat əmək haqqını qeyd eləyək. Qablaşdırma xərci 1200 manat qeyd eləyək. Menecer xərci 300 manat olsun. 300 çoxdur menecerə. 120 manat olsun. Kommunal 100 manat olsun. Vergi xərcləri 200 manat olsun. Bu hər hansı başqa bir vergidən gedir, söhbət məhsulla bağlı. Yəni əlavə dəyər vergisindən getmir söhbət burada. Nəsə bir vergidə xərc əmələ gəlibdir. Qeyri-qanuni, qanuni fərqi yoxdur. Gəl bunun adını dəyişək, DSMF eləyək o zaman. DSMF. Tamam. Bir də 300 manatda hörmət olubdur. Və son sətrimizə cəmi xərclər deyə qeyd edirik və xərclərimizin cəminə baxırıq. Alt bərabər deyirik.
3120 manatda xətt çəkmiş oldu. Yenə bunun da alt hissəsini işarətləyək dursun. Hə, əsas məsələ biz xərclərimizi də bildik. Gəlirik indi diqqətiniz hamısı burada olsun. Bu xərclərin bölünmə məsələsinə. Sonra uzun müddət Azərbaycanda bütün şeylərin, məhsulların maya dəyərinin miqdarlarına görə çıxartdılar. Xərcləri bölürlər miqdarına, əlavə edirlər məhsulun üzərinə. Yəni toplu alınan şeylərdən gedir söhbət. Amma doğru maliyyədə bu tamamilə yanlış bir strategiyadır. Miqdara bölünə biləcək bir şey, ölçüyə bölünə biləcək bir şey sadəcə daşıma xərcidir. Daşınanda məhsulu mütləqdir ki, ya həcminə görə daşıyırlar, ya çəkisinə görə daşıyırlar. 99% bu çəki olur. Yəni həcmlə nə boyda olursa olsun, hər bir məhsulun özünün çəkisi var, daşıyan vəsaitin də özünün bir yükü daşıma çəkisi var. Misal üçün deyək, ən çox Azərbaycanda istifadə olunan daşıma vasitəsi tırları götürsək, tırlar 25 ton maksimum hədləridir ki, yük daşıya bilirlər. Və onun da yük doldurduqları yer olur 23 ton. Nə bilim 23 ton yarım bu formada. Biz 25 götürək. Məhsulun içində neçə çeşid mal olursa olsun, alınan daşıma qiyməti məsəl üçün 500 manat 25 tonun qiymətidir. Deməli 1 tonun qiyməti neçə olmalıdır? 500 böl 25 ton. Vahid indeksini tapdıq ki 1 tona nə qədər? 1 tonun qiyməti məsəl üçün gəldi çıxdı deyək ki 100 manata. Mən bilmək istəyirəm 1 kilonun qiyməti nə qədərdir? Deməli o 100 manatı da bölməliyəm 1000 kiloqrama, tapmalıyam 1 kilonun qiymətini. Və bu məhsullarım mənim neçə kiloqramdırsa, o kiloqrama bölməliyəm. Məhsullarım kilo ilə deyilsə, sadəcə toplu şəkildə ölçüdən daşınıbsa, birbaşa artıq bunu da digər məhsullar kimi, xərclər kimi dəyərinə bölməliyəm. Biz bu günlərin burada sizlərlə dəyərə görə maya dəyəri çıxartmağı öyrənəcəyik. Ən əsası budur. Miqdara görə, kiloqrama görə rahat mövzudur. Əsas dəyərə görə bölünməlidir. Ümumiyyətlə, iş yerinizdə və yaxud da ki, iş yeri ən çox da özünüzündürsə, obyektiv və detallı bir kalkulyasiya cədvəli görmək istəyirsinizsə, burada gördüyünüz xərclərin hər birini kopya edirsiniz bu formada. Buradan, hani o işarə, bu formada paste eləyin, yəni bu qədər sətr olmalıdır burada. Mütləqdir. Alt hissəsini də düzəldək. Tamam. İndi gəlirik daşımaya. Yəni birinci xərcin hesablanmasına. Baxın, burada məhsulumuzun qiymətləri fərqli-fərqlidir. Mən nəyə görə dəyərə görə çıxartmaq deyirəm? Biz bunu miqdara görə çıxartsaq, düşünün ki, burada 2600 manata olan məhsulla bir şey düşünün, məhsul gətirdirirsiniz, nəqliyyat vasitələrinin ehtiyat hissələrini gətirdirirsiniz. İçərisində mühərrik də var, turbo da var. Mühərrik 300-400 kilodur, qiyməti 1000 dollardır. Turbo 1 kiloqramdan biraz artıqdır, qiyməti 3000 dollardır. Düzdürmü? İndi daşıma xərcini bölürük. Toplam 2000 dollarlıq bir daşıma xərcimiz var. Mühərrikin üstünə nə qədər qoymalıyıq? Turbonun üstünə nə qədər qoymalıyıq? Bu zaman belə bir şey baş verir miqdarına görə böləndə. Miqdara görə böləndə ikisi də bir vahiddir. 2000 dolları bölürük yarı-yarı. Mühərrikin üstünə 1000 dollar gəlir, turbonun üstünə 1000 dollar gəlir. Amma daşınan şeylər, dəyəri fərqli olan şeylər. Əslində biz nə etmişik? Bahanın da üstünə eyni pulu gəlirik, ucuzun da üstünə eyni pulu gəlirik. Ucuzu ucuza satmış oluruq, bahanı da çox bahaya qoymuş oluruq. O zaman nə olmuş olur? Rentabelliyi əldə edəcəyimiz məhsul bəri başına satılır, üstündə xeyir qazanmırıq. Digər məhsulumuzda heç satılmır. Bazarda hamıdan baha bizdədir. Sata bilmirik, əlimizdə qalır. Və onu aşağı qiymət qoyub satanda elə biliriz ziyanına sat. Və həqiqətən də biz bunu vaxtında müəyyənləşdirməsək, müəssisə məhsulları ziyanına satacaq. İndi bölünmə formasını göstərirəm. Bərabər işarəsi qoyuruq. Biz hal-hazırda vahid indeksi tapmaq istəyirik. 1 manata düşən xərc. 1 manatın xərcini tapmalıyıq. 1 manatın xərcini tapmaq üçün bizim ümumi xərcimiz var, bir də invoice'umuzun dəyəri var. Biz ümumi xərcimizi invoice dəyərinə böldüyümüzdə
1 manata düşən şey tapırıq. Pul tapırıq. Ki 1 manatın üzərinə nə qədər xərc var. Və davam edirik əməliyyatımızı. Buna da vurma işarəsi deyək. Bizim malımızın cəmi məbləği neçə manat idi? 200 manat idi, düzdürmü? Vururam 200 manata. 114 manat 75 qəpik. Deməli, geodezin üzərinə düşən ümumi xərci böləndə 114 manat 75 qəpik edir. Biz də burada hal-hazırda ümumi xərci detallı görmək istədiyimiz üçün birbaşa cəmi xərci yox, buradan göstərəm, buradan cəmi xərci götürək, aparaq daşımanın üstünə. Daşımadan nə qədər olubdur? Sırf daşıma xərcinin 18 manatlıq hissəsi geodezin üzərinə düşüb demək. Biz bunu müəllimimizə də göstərdik ki, aşağı çəkə bilərik. Amma belə bir şey əmələ gəlir. Məqsəd nədir? Məsələ nədir? Baxın, ikincini verəndə keçdi 700-ə, burada məbləği götürdü. Üçüncünü verəndə bu da özü ilə bir yerdə sürüşdürür. Ona görə biz bunlarda sabitləmə iş eləməliyik. Bölünən şeylər sabit qalmalıdır. Yəni, indeksi tapacağımız sabit qalmalıdır. Əgər miqdara biz məbləğə vururduq, dəyişən məbləğ olduğuna görə məbləği indeksləmirik. Yəni, sabitləmirik. Sabitləmək üçün də dollar işarəsi lazımdır bizə. Görəm məndə də elədir. Deyil. Bilmiyim, məndə erişləmir də. O dili dəyişməliyəm. Bir dəqiqə. İndi düzələr. Tamam. Sabitlədik. Neyle? Onu da sabitlədik. O şeydeki 500'ü. Bəli, bəli. Yəni bu xana baxın, nəyə görə elədi? Bir dənə diqqətlə baxın, zəhmət olmasa. Çünki daşınma xərci mənə lazım idi. Baxın sütuna. Burada bir dənə bərabərdir işarəsi qoyuram, yəni at bərabərdir deyirəm. Buranın cəmini hesablayıram, bu da yoxlamaq üçündür. Görürsünüzmü? Hər bir məhsulu ayrı-ayrılıqda böldü və cəmi yenə də daşıma xərcindən birə-bir verdi, qəpiyə qəpik. Və gəlirik, baxırıq. Görürsünüz necə fərqli çeşidlərlə bölüb. Dəyəri çox olan malların üzərinə daha çox xərc qoyubdur. Dəyəri az olan malların üzərinə ona nisbətdə xərc qoyubdur. Və keçək. Buyur. Bəli. Gəlin onu əzbərləməyin, onu izah edeyim sizə. Baxın, mən niyə D2 ilə C9-a, yəni xərclə invoice dəyərimi sabitlədim, yəni qoymadım dəyişməyə. Çünki biz dedik axı 1 manata düşən xərci tapmalıyıq. 1 manata düşən xərci tapmaq üçün xərci bölməlidir invoice-un dəyərinə. Bu həmişə belə getməlidir. Yəni bunu buna böləndə 1 manata qiymət. Ona görə onu dəyişmək olmaz. Gəlin baxın, eyni şeyi bir dənə zəhmət olmasa, diqqətiniz burada olsun, siz mənə deyin. Baxın, əmək haqqını eləmək lazımdır. Əmək haqqı xərcində özür bərpa eləməliyik. Necə eləyək? Birinci 1 manatı tapmalıyam birinci. Cəmini bölürük. Cəmini yox. Əmək haqqı xərcim nə qədər? 700. 700-ü bölürük. Bölə bilmədim. Niyə bölə bilmirəm? Bir dəyişim. Bölürük. Invoice dəyərinə bərabər deyirik. Yenə həmin əmək haqqı xərcinin 1 manatlıq hissəsi çıxır. Ki, nə qədərdir? Həmin şeyi də alınan rəqəmi də qururuq. Nə qədərdirsə məbləği şöyle getdim. 200'ə. Etdi bu qədər. İndi baxın, bunu sabitləyəndə yuxarıda görürsünüz D3-dən G9 xanasını. Biri xərcin özüdür, biri də ki, cəmi məbləğdir, invoice-un dəyəridir. Cəmi invoice-un dəyəri ilə böldüyümüz xərci sabitləyirik ki, 1 manata qiyməti dəyişməsin. Biz bunu belə də edə bilərik. Kənarda ümumi xərci, əgər bir xərci görə çıxardırıqsa, ümumi xərci bölərdik şeyə, ümumi invoice dəyərinə, çıxan indeksi vurardıq cəmi miqdarlara. Amma o zaman hansı xərcin çeşid üzərindəki qiymət artımına yol verdiyini
analiz edə bilməyəcəkdir. Yəni o da bəsitdir, rahatdır. O daha bir dəfə əməliyyat edirsən. Çox müəssisə ona gedir. Amma bizə analiz lazımdır ki, mənim malımın qiyməti yüksəkdirsə, niyə yüksəkdir? Hansı xətt bunun içərisində daha çox faizliliyi tutubdur? Yenə də indeksləyək. Son günüm heç əl vermir mənə. $40 qoymaq lazımdır. Yox. Hayda. Dili dəyişim. İngilis şrifti ilə olanda niyə vermirsən? Lafını heç verməli deyil axı. Mən niyə özüm yoruram axı? Baxın, arxasında çox uzun çıxdı da, düzdürmü? Bayaq nə göstərmişdik? İşarələdik, Ctrl Shift 1 veririk. Şür qaydası. Aha. Və buradakını da axıra qədər edək ki, öz avtomatik hesablasın. 700 manatı yenə bərpa elədik. Qablaşdırma da həmçinin. Baxın, mən burada artıq qısaldıb göstərmək istəyirəm. Kopyalayıram 25-dəki olan formulanı, çevirdim hamısını bu tərəfə və gəlirəm formulanın üzərinə. Formulanın üzərində görürsünüz, buranda mənə xanalarımın yerini göstərir. Mən qablaşdırmanı eləmək üçün bölünəni qablaşdırmaya keçirdirəm. Bölən hissəni isə invoice-un özünə keçirdirəm. Və vurulan hissəni də dəyərim. Avtomatik hazırdır. 1200 manat yerindədir. İndi gəlirik menecer xərcini kopyalayırım. Yenə menecer xərcini heç düstur gətirməyim deyəsən. Buradadır. Baxın, görək də bölünən nə olmalıydı? Menecerin xərci 120. Hansı xərcə bölünməlidir? Ümumi invoice dəyərinə. Nəyə vurulmalıydı? Cəmi məbləğə. Güzeldir. Müəllimiz göstərdiyi kimi vurduq. 120 manat bərpa oldu. Yine həmçinin kommunal seçdik. Bölünməsi buradan və nəyə vuracağıq? 200-ə. 100 manat idi kommunalımız bərpa oldu mu? Oldu. Desinməyib xərcimiz. Uşaqlar çətin getmir. Nöqtə sistemimiz tapdıq. 200 manat desinməyib 200 manat. Və ən vacibi hörmət. Hörməti mütləq bölüşdürürük. Bunu qoymaq olmaz. Və yine də bura. Şimdi buradan bir dənə sizin xərciniz üçün cəmi maya dəyəri deyə sana açıram. Belə iddia bu. Maya dəyəri bir dənə də yanına açaq. Maya dəyəri. Tamam. İndi cəmi maya dəyərini hesablamağımız üçün biz burada seçdiyimiz xərclər gəlib anbarımıza oturana qədər olan xərclər idi. Hansı ki adlandırıb yazmışdıq. Gəlin birinci buradan xərclərin cəminə baxaq onun üstə.
3120, 3120. Xərcimizi doğru bölüşdürdük. Və buradan içəridən xərclərin çeşidlərin bölgüsünə görə cəmi maliyyə dəyərləri seçəndən sonra yenə alt bərabər deyirsiniz. Enter. Cəmilər çıxdı. Və indi bizim bütün məhsulların çeşidlərinin cəmi maliyyə dəyərlərini bilirik. Vahidinin maliyyə dəyərlərini bilmək üçün nə etməliyik? Hə? Bəli. Dəyərimiz bilirik budur. Bölürük. Bölə bilmirik. Bölürük miqdarına. Çıxan rəqəmi Ctrl Shift 1 ilə yuvarlaqlaşdırırıq. Buranı mı? Gəlin sizin təzminini göstərim. Mənim cəmi maliyyə dəyər hissəm bərabərdir. Alt bərabərdir. O hamısını götürüb bir dəqiqə burada. Məbləğ, invoice dəyərim, plus daşımam, plus əmək haqqım, qablaşdırmam, menecerim, kommunalım, DSMF-im və hörmət. Budur. Hamısına şamil olmalıdır. 65.938 manat. Bunu mu deyirsiniz? Bu invoice-unun cəmidir. Baxın, bunun budur. Invoice elədim, bayaqlarım gəldi. Cəmi əmələ gəldi, yox. Həmin şey. Hə, indi bir dəqiqə, bunları da bir dənə kopya verək bu ikisini ki, cəmləri görünsün. Bununki olmasa da olar. Bura uzaq başa şey verə bilərik. Hani bunun bir dəqiqə. Mesela ortadan çıxadan mən. Biz artıq birinin də vahidinin qiymətini bilirik. Bizə gələn, başa gələn maya dəyər. Təzədən silirəm vahidinin maya dəyərini. Həmin şey sən diqqətən burada deyildi. Cəmi maya dəyərinin aydın olduğu nə deməli gəlir? Invoice dəyərimizin üzərində maya dəyərinə daxil olacaq xərcləri gəldi. Çeşidinə görə cəmini yazdıq bura. İndi biz hər bir çeşidin bizə başa gələn qiyməti müəyyənləşdirmək istəyiriksə, bəli, qiymət budur. Bunu bölürəm nəyə? Güzel. Neçə dənə varsa mən də ona, bəli, 100-ə. Budur. Xeyr. Yox, ədəbi daxil. Qabaqcına dedi axı, ədəbimiz əvəzləşdiyi deyə daxil olub. Vahidin maliyyə dəyərində tapdıq, çıxartdıq ki, budur. Və rəqəmləri də indi gəlirik buradan nəyə baxaq? Toplam rəqəm nədir? 8557.85. Biz baxmalıyıq, yoxlayırıq. Həmişə dediyim kimi, kontrol. Tərcimlə invoice-umun cəmi eyni rəqəmi verirmi? 8557.85. Bəli. Eyni rəqəmi verir. Deməli, mən xərclərimin bölüşdürülməsini kalkulasiya cədvəlimi doğru etmişəm. Mənim burada prosesim bitirmi? Bitmir. Bir dənə şeyə gəlir. Sizlə əvvəlki dərslərdə danışmışdıq ki, qablaşdırma xərci maya dəyərinə daxil olan bir xərc deyil. Düzdürmü? Sizcə mən burada qablaşdırma xərcini niyə maya dəyərinə əlavə etmişəm? Çünki orada Baxın, maliyyətin əsas funksiyalarından biri burada hər informasiya sahib olmalısınız. Azərbaycanda son 5 il olar da, yəni qərar verilib ki, oturlar ayrı gəlir. qutular, bəli, mütləq Azərbaycanca üzərində qeyd olunmalıdır. Və Azərbaycanda da daxili prosesə məhsul ümumi gəlir, qablaşdırması burada gedir. Yəni o qablaşdırmanı burada biz etməsək, məhsulu satışa çıxarda bilmirik. Yəni aptek üçün burada qablaşdırmanı sən yaza bilməzsən, yəni xərcin içərisinə. Amma dərman firması olaraq yaza bilərsən. Çünki sən mal ixal etdiyin zaman sənə gələn mal toplu şəkildə gəlir. Misal üçün, hər kəsin istifadə etdiyi lobya məhsulları deyək ki, 25 kiloluq kisələrdə gəlir. Amma hər kəs onu evə kiloluq paketlərdə alır. O paketlənmə hissəsində olan məsələ firma üçün maya dəyərinə daxildir. Amma şəbəkələr üçün heç maya dəyərinə gətirmir. Yəni orada təzədən bir də götürüb hədiyyə paket eləsə, o üzü satış xərcinə yazmalıdır. Qablaşdırma hissəsi burada. Bu hissəni belə deyək, mən baxın, məsləhət nədir? Invoice-a qədər olan hissə bütöv qalsın. Baxın, xərcə aid olan hissəni işarələyirəm. Datanı seçirəm və buradan görüm hardadır bu?
Ya Allah'ın köməyi. Bu bir gruplaşdırma. Niyə vermədi? Ha. Aha. Gruplaşdırıram. Prosesli dolu olur. Qayıdım arxaya. Baxın, birinci yeri işarələdim. Datanı seçdim. Burada qruplaşma hissəsi var, hə. Bax, orada qrupu seçdim. Belə bir şey çıxdı üstə. Buna plus verirəm, bağlayır. Bunu nəyə görə istəyirəm? Mənim cədvəlim hələ davam edir. Yəni, rəhbərlik deyir ki, sən bir maliyyətçi olaraq müəyyənləşdir görək ki, biz bunu necə sata bilərik, necə sata bilərik? Bizim qırmızı xəttimiz nədir? Yəni, bazarın satış qiyməti var, o özü. Misal üçün deyək ki, proses necə getməlidir? Bazarda bir dərmanın qiyməti var. Deyək ki, bunun qiyməti 5 manat. Düzdürmü? Eləsi buna 4 manata gəlib, maya dəyəri ona başa gəlibdir. Mənə də 3 manat 75 qəpiyə başa gəlib. İkimiz də eyni qiymətə satmalıyıq və yaxud da ki, biraz yuxarı, biraz aşağı qiymət oynatmalıyıq. Satış siyasətini müəyyənləşdirmək üçün biz birinci buradan özümüzün taban kar marjamızı götürməliyik. Uşaqlar, yazıdan çıxartmayın. Heç oturub fikirləşməyin. Rəhbər nə dedi, nə demədi. Minimal 25% qoyursunuz üzərinə. Əgər siz toplantırsınızsa və gəlirə çıxmaq istəyirsinizsə, o gəlirə sizin əmək haqqı və digər xərcləriniz həqiqətən normasında təyin eləmisinizsə, absurd bir şey yoxdursa, 25% kifayət eləyir ki, siz oradan həm sizin digər inzibati xərcləri ödəyəsiniz o mənfəətlə, həm də ki, bir 5%, 10% də gəlirə çıxasınız. Dünyanın bütün ölkələrində ən gözəl ideal gəlir 25%lik gəlirdir. Yəni, o korporasiyaların səhəmləri göydə uçur. Yəni, ən pisi də ki, 3-4% olan gəlirlərdir. Orada 10% olan idealdır, hər şey möhtəşəmdir. Tək Azərbaycandadır ki, bir məhsulun üzərində rentabellik 100%-dən aşağı olanda deyirik, vay batırıq. Bu, o demək ki, iqtisadiyyatımız da doğru deyil, ticarətimiz də doğru deyil, insanlarımız da doğru yerdə deyil. Nəyə görə? Məhsulun satışı formalaşmalıdır miqdarın üzərində. Yəni, satış departamenti bu ki, daha çox satsın. Mən zaten bunun üzərində 25% qazanırım. Ona görə siz birinci əlavə etməlisiniz. Ticarət əlavəsi. Azərbaycanca adı budur. Siz özünüz gerisini necə istəsəz adlandıra bilərsiniz. Kar marjası deyə bilərsiniz, üstünə pul qoymuşam deyə bilərsiniz. Yəni, necə istəyirsiniz, o cür adlandıra bilərsiniz. Amma əsl adı ticarətin əlavəsidir. Biz bunu 25% olaraq təyin edirik və buradan qeyd edirik özümüz üçün. Yəni, eyni adı və 25% olaraq deyirik. Bunu belə də yaza bilərsiniz, ümumiyyətən 0.25 yazıb, bura qeyd edirsiniz və üzərində faiz işarəsini vuranda 25% kimi görə bilirsiniz. Və gəlirəm ticarət əlavələrini hesablamağa. İstəyirsiniz vahidin üzərinə qoyun. Analiziniz nədən irəli gəlirsə, nəyi görmək istəyirsinizsə, onun üzərindən getməlisiniz. Vahidin üzərinə qoymaq lazım, necə deyək, tərəfdarıyım. Çünki sonda yekun xeyrinizi hesablayanda, zaten vahidin miqdarı varanda cəmi almış olacaqsınız. Yəni, əlinizdə predmet olacaq. Əlavə sütuna ehtiyacınız olmayacaq. Mən bunların hər birinin üzərinə 25% pul qoymalıyam ki, gəlirlərini görə biləm. Sırf gəlirin özünü ayrı görmək istəyirəmsə başqa, məhsulun qiymətini satış qiyməti olaraq görmək istəyirəmsə başqa. İndi açıqlama kimi getdiyimiz üçün ticarət əlavəsini ayrıca göstərməyək, üzərinə qoyduğumuz kimi göstərək, yəni satış qiyməti ilə bir yerdə. Məhsulun özünün dəyəri, artıq maya dəyərini götürürəm. Məhsulun maya dəyəri, üzərinə əlavə eləməliyəm nə? Maya dəyərimin 25%-in gəlməliyəm üstünə. Yenə maya dəyərimin vurulsun 25%. Excel hər hansı bir aşıqqa verməsin deyə. Adicə bu... Tam 25 vura bilmədik ki. Hə? Vura bilərsən. Əlbəttə odur. Amma açılımı budur. Açılımı budur. 1.25'i bəli vura bilərsən. Eyni rəqəm göstərəcək. 125 olmuş olacaq. Əlavə etdik. Burada artıq heç bir şeyi indeksləmirik. Gəlir rəqəm özünün olduğu kimi. Rəhbəriniz əlavə sual verər deyə. Gəlirin özünü görmək istəyirsinizsə, baxın, bu
ticarət tələbəsi açıqlama ilə yazaq 25 faizlik. 25 faizlik. Nədir bu? Hı. Əgər vahidinin birinin üzərinə qoyduğu pulu görmək istəsə və yaxud çeşidlə birinin üzərinə qoyduğu pulu görmək istəsə, siz çox rahat şəkildə bir sütun əlavə eləyərsiniz. Bərabər deyərsiniz. Bu qiymətdən çıxarsınız bunu 79 qəpik qoymusunuz üstünə. Baxın, ən baha qoyduğunuz pul 1 manat 34 qəpik olmuş oldu. 25% qoyandı. Və bunu ticarət tələbəsini bu cür təyin edəndən sonra bir də satış qiymətinin qoyulması var. Satış departamenti və sənin qoyduğun 25%-lik bir də satış qiymətinin təyini var. O artıq sizə aid deyil. Sizə minimum bir 25% gəlməlidir. Artıq zaten siz satanda kəsdiyiniz fakturaya görə, elektron qayməyə görə, çeklərinizə görə mallarınızın rəqəmi yazacaqsınız, xeyrici müəyyənləşdirəcəksiniz. Amma sizin büdcə proqnozunuzun minimalı 25%-inizdir. Bura qədər bir əməliyyat gətirdik, çıxartdıq, düzdürmü? Və deyək ki, məhsullarımızın hamısını bu qiymətdən satmışıq. Şərtimiz budur. Bu məhsulları nə görmüşüksə, hamısını burada görünən qiymətdən satmışıq. Və biz burada malın satış qiyməti olaraq qeyd edək. Deyək ki, satış departamentimiz yoxdur. Satış qiymətimiz yoxdur. O zaman elə satış qiymətimiz bu ticarət tələbəsindən bir yerdə olan rəqəmlər olacaq, eyni rəqəmlər olacaq. Kopyalayaq. İndi burada satış qiymətinin üzərində istədiyimiz kimi artıq oynaya bilərik. Yəni bizim üçün heç bir şey kəsb etmir. Cədvəlimizi biraz da keçmədən düzəldək. Bu satış qiymətlərinin artıq üzərində rəqəmləri dəyişə bilərik. Birazdan bunu özünüz dəyişərsiniz. İşarələyirəm. Və cəmi satış qiyməti görmək istəsəm necə deyəcəm? Cəmi satış qiyməti görmək istəsəm deyəcəm miqdarı vurulsun satış qiymətimə və o da ensin aşağıya. Tamam. Bunu da birlikdə niyə götürmədin? Hə? Tamam. Gəldiyi toplam satış qiymətimiz də oldu 10.697.31. Uşaqlar, indi burada zəhmət olmasa suallarınızı ünvanlayın gəlsin. 17 dəqiqə bu cədvəllə bağlı sizin suallara cavab verəcəm. Ondan sonra cədvəli dayandıracağım və bu cədvəlin məsələsini işləyəcək. Əlavə